Neyse saat 10'a işləyir. 10 dəqiqə. Gedirik səhər yeməyinə. Otel restoranına getməmişik. Sən getmirsən deyəsən. Bedon getmədin. Başqa restoran. Yəni, sonra səhər yeməyinə getməyə bir yer tapacağıq. Sonra gəlirik, 11-də falan deyəsən yola düşəcək yenə. Zaqatala istiqamətində turumuz davam edəcək. Sonra da qayıdacaq. Aslan. Bəli, gəldik. Aşağıda boş yer yox idi. Yuxarıda təsadüfən boş yer vardı. Elə istədiyim ortamdı. Mən çox götürmədim çünki başıma biraz fəlakətlər gəldi. Nə əvvəlki turlarında. Ona görə biraz yeməyimə diqqət edirəm. Sıxın. Hoş olsun. Yeməyində o. Gördüyüm mənzərəmiz. Asma gidəcəkdir. Bunu göstərəm. Gəldik Alban məbədinə. Burada qala düzdür, burası qapı. Qapılar bağlıdır. Biz bu arada məhrum qala bilərdik çünki başımız qarışmışdı fotosesiyaya. Avtobusda yanımızdan hızlıdan keçdi. Biz də baxırıq ki, görəsən saxlayır yoxsa yox. Sonra bir oy da yavrusu. Bunlar da olmaqdan qalırlar.
Çıxdığımız yer buradır. Çay parçasını çıxdıq. Aşağıdan çay axırdı. Görüntüləri Adəbərizədəyiz. Belə yenə həmişə kimi biraz şəkil falan çəkdik. Gəldik indi dediklə Zaqatalada da çayımızı içək. Biraz burada da oturaq. Qəşəng kölgəli ilə ağaclıq. Burada Qrata Campingin ərazisidir. Sen de o. Deyəsən gəlmişsən bir dəfə bura. Bizimkiler orada oturur. And when you go, I will fall back apart. Find pieces of me all over the yard. In this house of cards, she says, hey man, there were just too many days when our good intentions only got in the way. And I almost never know what I should say. Maybe nothing nowhere ever was that okay. In this house of cards, with only hearts. You cannot reap what you never did sow. You cannot learn what you never won't know. In this house of cards, with only hearts. In this house of cards. Çayımızı içdik, indi gedirik yenə avtobusa doğru. Harda varmışsan? Bəli. Biraz yaddaş problemi var, B12 əksikliyi var. Gedirik avtobusa doğru. Çayımızı içdik, amma biraz yenə başımız qarışıq idi deyə gedirik də yolumuza düşdük, bir dənə çay içək. Bir stəkana kifayətlənmək oldu. Çantanı? Çanta götürmə. Götürməmişsən. Yoxlamışdım sən əslində.
İndi ya otelə doğru gedirik, ya da ki başqa bir yerə gedirik, bilmirəm elə. Biz arxada oturmuşuq, ona görə bələdçinin dedikləri bizim tam eşitmirik nə deyir. Ona görə gedəcəyimiz yeri çox at bilirik. Biz axşına buraxmışıq da o gün. Zaman ara biz ora. Salam, bugün turumuzun son günüdür. Bugün artıq oteldən çıxış vaxtıdır. Saat 9'a qalır 20 dəqiqə. Səhər yeməyini gözləyirik. Saat 9'da kafe, restoran açılacaq. Restoran Papanın gülü balası. Saat 9'u gözləyirik. Dedik qəşəng dumanlı havadır. Çıxan bir dənə tənəffüs boğumuz, ciyərlərimiz oksigen qəbul edəsin. Soyuqdur, amma elə lap bu gecə qədər deyil də. Aşağıdan da dünənləri yenə güclü yağış yağırdı. Çayın axıntısı biraz da gürlaşıb. Dünən ümumiyyətlə səsi çox şiddətli gəlirdi. I don't know if I can find my way out. I'm stuck in a prison of doubt. In this torsion, and everything is growing up tight. There's no room to breathe. And nobody is watching at night. I wanna rise up. Need a friend to shake me out again. Need a friend to shake me out again. Güclü yağışın altında gəldik damlama şəraitine. Elə başlarla qalxa bildik, oğuzlarla qalxa bildik. Yağış olmağına baxmayaraq dedik, yoxsa ildə bura, yəni gez-gez gələr dedik də. Dedik gəlmişkən hazır qalxaq, gözəl mənzərəni görək, həm də sizlərin paylaşaq. And everything is growing up tight. There's no room to breathe. Fall into the ocean. I'm reaching out, I'm reaching. The water is rising over me. The water is rising. It's coming. I'm reaching out, I'm reaching. The water is rising over me. The water is rising. I'm reaching. It's coming. I'm reaching. Water is rising over me. I'm reaching out, I'm reaching. Devrin kaptanı oldu. Adını tutalım. Ya
Qulaq basdan. Cəmatı batıracam burada. İkinci Titanic. Sağ sağa qaç. Mənə səadət yox, qəm gətirmisən, qurumuş gözümə nəm gətirmisən. Vüsal çələngini kəm gətirmisən, qayıt sonu gözümü alma əlimdən.